Süd vermək xərçəng riskini azaldırmı? Bəli, süd vermək xərçəng riskini azaldır. Amma 100% qoruyur deyə bilmərik. Burada qoruyucu rol məhz ana südündə deyil, məhz süd vermə prosesinin müddətindədir. Yəni bir qadın 5 gün, 10 gün süd veribsə və digər bir qadın müqayisə eləsək ki, 1 il yarım süd veribsə, burada müddət çox önəmlidir. Yəni 1 yaş, bəzi mənbələrə görə 2 yaşa qədər ana südü ilə qidalandırmaq, yəni bu laktasiya dövrü bəli, riski azaldır. Necə azaldır? Bayaq qeyd elədiyim, laktasiya ümumiyyətcə süd vəzinin, vəz toxumasının sıxlığının azalmasına səbəb olur. Yəni o gərginliyin, vəzinin gərginliyin azalmasına səbəb olur. Bu yolla bəli, qoruyucu təsiri var. Amma mən təcrübəmdə bunun çox da müşahidə etməmişəm desəm. Yəni süd verən qadınlarda da, nəinki onlarda da, elə onlarda süd vəzi xərçəngi əmələ gəldiyini görmüşükmü? Görmüşük. Bəli, süd verməyən, ana olmayan, hamiləlik keçirməyən qadınlarda bəli, risk dəfə ilə yüksəkdir. Amma bu demək deyil ki, mən yenə deyirəm, bunu vurğulamaq istəyirəm. Çünki süd vermişəmsə məndə xərçəng yaranmayacaq, elə yanaşmamız doğru deyil.